Sizi 3 dəfə dalbadal dəvət edirəm. Bugün də Qarabağ yenə Ajax'la görüşəcək. Yağışlı bir havadır. Tofiq bəy Arabov adına stadionda. Yox, burada deyil. Bir gözəl. Bəli, Tofiq bəy, siz bilet almamışsınız yəqin. Yox, cəhd eləmirəm. Çünki o bilet məsələsi bilirsiniz. Yenə də dünən saxlanılmışdı. Amma məsəl üçün mənim qardaşım aldı və bugün gedib orada canlı baxacaq. Biletlər isə VIP yerlərə 500 manata olub ötən gün. Amma yəqin ki, belə ucuz qiymətlər də var. Ajax'la, yəni belə deyək, ona da Niderlandla nəhəngi deyirlər. Yəqin ki, maraqlı bir görüş olacaq. Yəni, belə götürəndə Qarabağ, məsəl üçün, İngiltərənin nəhəngini əgər heç oynaya bilirsə, hətta biraz da qayrət eləsə, mən əminəm udacaqdır. Mən məsələn, heç vaxt komandalarımızı azarkeşlik eləyəndə heç olsun, az hesabla məğlub olsun deyə azarkeşlik eləmirəm. Yəni, məsələn, qalib gəlsin deyə azarkeşlik. Məsələn, Braziliya, Azərbaycan oynasa belə, deyəcəm ki, Azərbaycan elə həvəslə azarkeşlik eləyir. Zaten o da lazımdır. Bugün də elə azarkeşlik eləyəcək təbii ki və əgər bu yağışlı havada da indi bizim azarkeşlərimiz gedəcəksə stadiona və izləyəcəklərsə, əminəm ki, futbolçularımız da əlindən gələni eləyəcəklər ki, qələbə ilə çıxsınlar. Çünki Ajax düzdür, böyük futbol klubudur. İndi mən futbol mütəxəssis deyiləm, amma hər halda son dönəmki performanslarını nəzərə alanda Ajaxın və Qarabağın, Qarabağ qalib gələ biləcək potensialdadır və bizə lazımdır belə qələbələr. Siz düzləsin, ən böyük qələbəmizi qazanmışıq 20-ci, 23-cü illərdə artıq Qarabağ bizə görə ən böyük qələbələr idi. Amma bu niyə də olmasın? Yəni bir topda 11 oyunçudur, yəni top təpikləmək də bu texnologiyalı bir şey deyil. Və o demirlərmi ki, futbol həm baş, həm də ayaq oyunudur da. Yəni, burada baş işləməlidir da, manevraları düşünməlidir. Qurban Qurbanov sağ olsun. Yəni, o məsələdə Qurban Qurbanovun ayağını yorğanına görə uzatma taktikası həm futbolun taktiki baxımından, həm də klubun qurulması baxımından, maliyyə və taktiki baxımından çox ağıllı gedişlər eləyib və nəticə də ortadadır. Deyir, igidi öldür, haqqını yemə məsələsi. Yəni, haqlarını vermək lazımdır. 7 xalı toplamaqlarının özü böyük bir uğurdur. Çünki 2 qələbə, bir heç isə də kimlə? Chelsea ilə, yəni yoldan keçən bir klublar deyil və digər 2 klub da səhv eləmirəmsə məğlub olduğumuz, onlarla oyunda kifayət qədər xarakter göstərdilər, sona qədər vuruşdular və hansısa bir-iki texniki səhv ucbatından oldu. Yəni, ona görə inşallah ki, qalib gələrik. Niyə də olmasın? Yəni, niyə olmasın yəni? Proqnozunuz var mı? Yəni, mən çıxara bilərsiniz, bir oyun necə bitəcək? Ümid edirəm 2-1 qalib gələrik, ümidim odur. 2-1 qalib gələrik inşallah. Maraqlıdır. Çünki yerli stadiondur, bu qədər tamaşaçı olacaq, 30 neçə min tamaşaçı olacaq. İndi Ajax'da indi havası, suyu bizə doğmadı, indi onlar baxma. Düzdür, onlar da gəldi aşağı-yuxarı, havalar elə belə olur, amma hər halda da indi hər şeydən yapışaq, xeyrisi. Gün olsun, axşamımız təbrik edir. Amin inşallah. Yəni, bəli, bugün axşam saatlarında düşünürəm ki, elə ən çox Facebook'da aktiv olan kütlə Qarabağı təbrik edəcək. İstənilən halda, yəni əgər Ajax'ın gəlib burada oynaması, Qarabağın gedib o dünyanın ən nəhəng stadionlarında oynanması bizim üçün qürur vericidir. Yəni, sükanı belə saxla deyək. Yəni, ən azı belə saxla. Digər klublarımızın da başına mən əslində Neftçini azarkeşiyəm, biraz dərin gedirəm. Neftçiyə sağ əllərdə Neftçinin başına. Bundan da Sokan rəhbərliyinə müraciət edək ki, bu tarixi olan klublardır. Qarabağ, Neftçi, digərlər, Kəpəz, Turan var bizdə məsəl üçün. Bunlara da dəstək vermək lazımdır. Yəni, futbolun inkişafı, bilirsiniz, Ləmaxan, futbol təkcə, belə deyək də, tutaq ki, Çempionlar Liqasına çıxıb orada qalib gəlmək deyil. Bax, bir klubun Çempionlar Liqasında oynaması Azərbaycanda minlərlə yeniyetməni, gənci futbola həvəsləndirəcək, futbola meyilləndirəcək. Necə ki, indi siz o dönəmləri biraz bəlkə xatırlayarsınız, elə Kasparov dönəmi, Karpov, onlar məsələn, şahmat, bütün onları azarkeşliyildi və nə qədər... Danişevskini futbolda xatırlayır. Yəni, bax, bunlar və nə olacaq? Burada artıq bizim insanlar, bizim gənclər, yeniyetmələr artıq oğru aləminə meyillənməyəcəklər, artıq o Rusça desək, blatnoy söhbətlərə meyillənməyəcəklər, o zərərli, ziyanlı vərdişlər ki, narkotik var, digər vərdişlərə yönəlməyəcəklər, hamı futbolçu olmaq istəyəcək, hamı
top oynamaq istəyəcək, şahmat oynayacaq. Yəni baxın, idmanın əslində bu tərəfi önəmlidir. Yəni biz deyəndə ki, idmana dəstək verin, o demək deyil. Məsəl üçün hansısa kluba dəstək verin, o klubun oyunçuları milyoner olsun və yaxud da klub rəhbəri milyarder olsun. Elə deyil. Yəni onlar nümunə olacaq o gənclərə, yerdən qalxanlara ki, baxın, narkotiklə zəhərlənmiş gənclərin sırası çoxalmasın, o əyri yollara düşənlərin sırası çoxalmasın. Yəni bu baxımdan mən düşünürəm ki, futbola dəstək vermək lazımdır. Ümid eləyək ki, indi bizim AFFA-da sözünüz AFFA haralardadır, görsəm bir adda çəkilmir, indi bu bizim SOCAR-ın prezidenti ora gedəndən sonra. Hər halda bu sahəyə diqqət ayırmaq, stadionların sayını artırmaq, məhəllə stadionları, toplar, kəndlərdə, bax, dəfələrlə sizdən danışıq. Uşaq futbolu, hətta keçən dəfə çox ciddi məsələ yarandı bu Adnan Əhmədzadə məsələsindən sonra ki, Barcelonadakı uşaqlar geri qaytardılar. Heç bilən də olmadı, nə oldu onların tarihi? Yəni ki, geri qaytaracaqlar, səslərini çıxmazsa Adnan Əhmədzadə deyir, vermirəm pulu. İndi dövlətimiz də kasıb olduğu üçün bilirsiniz, gücü çatmırdı. Adnan varlı adam idi, verir. Dövlət kasıbdır da verə bilmir. Yəqin ki, belə olur. Yəni kəndlərdə, baxın, Bakıda bildik yer yoxdur. Kəndlərdə niyə stadion yoxdur? Nə bir şeydir, süni ot örtüyündən qırağı da örtülü, 10-15 dənə top atora, 2 kamera, yəni quraşdırmaq nədir ki, hər kəndə birini quraşdır da, kəndlər arası oyunlar keçir, rayonlar arası keçir. Yəni burada insanların şəhərxanalarda idmana meyilliləri, valla ciddi deyirəm. Yəni bu, bax, əvvəl və şahmat klubları, futbol klubları, nə bilim, digər əl sənətləri, belə deyək də, dərnəkləri filanlar, bu dövlət budur da, dövlət necə olur? Dövlət elə ancaq raket top almaq deyil ki, dövlət budur həm də öz vətəndaşının qayğısına qalmağa, öz gəncliyinin yeniyetmələrinin qayğısına qalmalı.